5-ci mövsümün iştirakçılarındansızsa, gəlin ümumi biliklər imtahanına birlikdə hazır olaq. Bildiyiniz kimi, yüksəliş müsabiqəsinin ümumi biliklər imtahanı aprelin 27-si saat 11:00-da başlayacaq. Əvvəlcə 10:00-dan 10:50-yə qədər yüksəliş.az saytının imtahan platformasında yerləşdirilmiş imtahan qaydaları ilə tanış olun. Daha sonra qəbul edirəm xanasını işarələyin və ümumi biliklər imtahanına keçid düyməsi vasitəsilə imtahan platformasına keçin. Bu düyməni kliklədikdən sonraki 60 saniyə müddətində imtahan platformasına daxil olun. Bu vaxt ərzində isə sadəcə gözləməyinizi xahiş edirik. Xatırladım ki, imtahana 10 dəqiqə qalmış imtahana keçid bağlanır. İmtahana internet bağlantısı olan kompüterlə istədiyiniz məkandan qatıla bilərsiniz. Qeyd edeyim ki, imtahanı smartfon və planşetlərdən vermək mümkün deyil. Qeyd olunmuş vaxtdan 60 dəqiqə əvvəl olduğunuz məkanın səs, işıq və internet şəbəkə təchizatının imtahan şəraitinə uyğun olub-olmamasını yoxlayın. Xatırladım ki, imtahanda çətinlik çəkmədən iştirak etmək üçün saniyədə 1 megabit minimal sürətli fasiləsiz internet bağlantınız olmalıdır. Əgər imtahana iş yerinizdən daxil olursunuzsa, yüksəliş.az saytına giriş məhdudiyyəti və ya şəbəkədə hər hansı korporativ məhdudiyyətin olmadığına əmin olun. Sayta Google Chrome, Mozilla və Safari brauzerlərindən biri vasitəsilə daxil olmalısınız. İstifadə etdiyiniz brauzerin son versiya olmasına isə diqqət yetirin. İmtahan pəncərəsi açıldıqda sizə Azərbaycanın tarix, coğrafiya, ədəbiyyat və mədəniyyəti ilə bağlı, həmçinin dünya ölkələrinin tarix, coğrafiya, ədəbiyyat və mədəniyyəti ilə bağlı, eyni zamanda idarəetmənin əsasları, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunacaq. Bloklar qeyd olunan ardıcıllıqla açılacaq. Bütün blokları cavablandırmaq mütləqdir. Həmçinin imtahan platformasında naviqasiya hissəsi mövcuddur. Bu bölmədə siz həm cavablandırılmış boz xanalar və cavablandırılmamış ağ xanalar sualları görə, həm də blok daxilində birbaşa və sürətli keçid edə bilərsiniz. Hər blok üzrə təqdim olunan 25 sualdan 15-i qapalı, 10-u isə açıq, yəni seçim suallarıdır. Qapalı suallarda yalnız bir cavab variantı doğrudur və 1 bal qazandırır. Açıq, yəni seçim suallarında isə təklif olunan 5 variantdan ikisi doğrudur. Həmin 2 doğru cavabı seçənlər 1 bal, yalnız 1 doğru cavabı seçənlər 0,5 bal, 2 doğru və 1 yanlış cavabı seçənlər 0,5 bal, digər seçimləri edənlər isə 0 bal toplayır. Ümumi biliklər imtahanının keçid balı 60 və daha yuxarıdır. Unutmayın ki, hər blokun cavablandırılması üçün 20 dəqiqə vaxt ayrılacaq. Bloklar arasında qalan 10 dəqiqədən isə fasilə üçün istifadə etmək olar. İmtahanın ümumi müddəti isə 90 dəqiqədir. İmtahan sessiyası 12:30-da avtomatik bitəcək. Sınaq imtahanında toplanılan bal əsas imtahanın nəticəsinə təsir etmir. Bu imtahanda iştirak etmək vacibdir. İmtahana qoşulmayan şəxslər növbəti mərhələyə keçmək şanslarını itirirlər. Yüksəlişdə iştirak edən hər kəsə uğurlar. Yüksəliş sizinlə davam edir.